dünən gözəl ölkəmizdə bir də başçı müavininin demək əri ilə bağlı bir qalmaqal yaşandı. Bəli, demək içkili halda TikTokda canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli rayon icra hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib dəyərli izləyicilər. Bu üzrxahlıq videosu deyil, bu içkili vəziyyətdə dediyi sözlərin videosudur və demək ki, Lentaz xəbər verir ki, o bu barədə daha sonradan video yayıb və deyib ki, hər kəsdən üzr istəyirəm, namaz qılıb oruç tutmasam da həmişə Allaha inanmışam, mənəvi dəyərlərə hörmət edirəm, işlətdiyim ifadələri isə spirtli içkinin təsiri altında demişəm, din əhlindən üzr istəyirəm deyə söyləyib. Qeyd edək ki, onun içkili halda paylaşdığı video narazılığa səbəb olmuşdu. Xanımının isə buna görə istefa ərizəsi yazdığı iddia edilir. Hər halda bu bir iddiadır, hələ təsdiqlənməyib. Bu indi üzrxahlıq videosudur dəyərli izləyicilər. Ondan əvvəlki video isə din əhlinə, yəni belə deyək də, ümumən namaz qılanlara və demək dinə inanan və bütün dini ritualları həyata keçirənlərə bir təhqir hesab olunurdu. Elə bu üzrxahlıq videosunu izləyək və bu prosesdə siz nə düşünürsünüz? Gerçəkdən də istefa olmalıydımı? Bu bir mədəniyyətdirmi? Yoxsa hələ istefa ilə bağlı rəsmi xəbər yoxdur? Demək bu da çox önəmlidir. Bu barədə də danışacağıq. Öncə bu üzrxahlıq videosuna baxaq, görək nə deyir icra hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov. Mən Eyvazov Habil Damboyoğlu 17-si 1-ci ay 2026-cı il tarixdə TikTok sosial şəbəkəsində paylaşdığım videoya görə bu videonu izləyən hər bir kəsdən üzr istəyirəm. Özüm namaz qılıb oruç tutmasam da həmişə Allaha inanmışam, mənəvi dəyərlərimizə hörmətlə yanaşmışam. İşlətdiyim ifadələr spirtli içkinin təsiri altında olduğum üçün işlətmişəm. Yenə də hamıdan əsas da din əhlindən üzr istəyirəm. Allah hər bir kəsi qorusun. Ağsaqqallar, ağbirçəklərdən də üzr istəyirəm, onlar da bağışlasın. Bəli, dəyərli izləyicilər, yenə də deyirəm, bəlkə çoxunuz fikirləşə bilərsiniz ki, icra hakimiyyəti başçısının müavini nəyə görə həyat yoldaşının videosuna görə istefa ərizəsi yazır. Yenə deyirəm, bununla bağlı rəsmi bir xəbər yoxdur. Sadəcə deyilir, sadəcə yayılıb, hələ bilmək olmaz istefa. Çünki Azərbaycanda istefa vermək, xüsusən də belə hadisələrə görə istefa vermə mədəniyyəti yoxdur. Mən bir qədər buna hələ şübhə ilə yanaşmağın tərəfdarıyam. Amma digər bir tərəfdən isə bu şəxsin zamanında icra hakimiyyətində sürücü kimi səhv eləmirəmsə işləməsi ilə bağlı məlumatlar da var idi. Və bu əslində sözün böyük mənasında əgər gerçəklə bir istefa baş veribsə, bu digərlərinə də bir görk olmalıdır. Yəni insanların dini əqidəsinə, inancına hörmət etmək lazımdır. Onların bax bu mövzu ilə bağlı həssasiyyətləri nəzərə alınmalıdır. Mən indi bunu edəcəm, yəni o ifadələri də mən burada səsləndirmək istəmirəm, çünki içkili halda dediyi sözlərdir və özü yayıb bunu, canlı yayım açaraq yayıb bunu və bu artıq ölkədə sözün böyük mənasında dini inancı olan insanların hisslərinə toxunmaqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkəsidir və burada kimin oruç tutub namaz qılmasından və qılmamasından asılı olmayaraq hər kəs bir-birinin dini baxışlarına hörmət etməyə məcburdur. Aşağılamaq olmaz, zarafata salmaq, lağlağı etmək və xüsusən də içkili vəziyyətdə bunu çox ucuz bir şəkildə etmək olmaz. Bura qədər mən də razıyam. Üzrxahlıq məsələsində də kifayət qədər demək normal bir davranışdır. Çünki bunu etmək məcburiyyətindədir. Amma mən bir məqamı soruşmaq istəyirəm ki, yəni icra başçısının müavini xanım ki, bunun həyat yoldaşıdır. İndi Füzuli rayon icra hakimiyyətində başçı müavini işlədiyi deyilirdi. O həyat yoldaşının içkili şəkildə yaydığı videoya görə cavabdeh sayılırmı? Bax, bu məsələ ilə bağlı mənə sizin fikirləriniz də maraqlıdır. Gerçəkdən də tutaq ki, kimsə içki içib və nəsə bir video yayıbsa, buna görə icra başçısının müavini demək vəzifəsindən istefa verməlidirmi? O onun sözlərinə görə cavabdehdirmi? Bax, bu çox maraqlı məqamdır. Mənim üçün də bu hələ belə deyək də müzakirəsi açıq olan mövzulardan biridir. Siz necə düşünürsünüz? Lütfən bu barədə öz fikirlərinizi yazın. Azərbaycanda kaş ki, əksər məmurlar etdikləri demək vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə, eyni zamanda yeyintilərə görə, vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilməməyə görə, insanların problemlərini həll eləyə bilməmələrinə görə istefa ərizəsi yazma mədəniyyətini göstərəydilər. Mənim arzum bundan ibarətdir. Yenə də deyirəm, demokratik cəmiyyətlərdə vəzifədə olan şəxsin həyat yoldaşı içkili halda, yəni onun heç bir ictimai vəzifəsi yoxdur, o icra hakimiyyətində işləmir, ona görə demək bir xoşagəlməz bir video çəkibsə,
Belə də həmin o vəzifəli şəxsin istefa verməsi təcrübəsi yoxdur, amma bizdə ən azından yenə də deyirəm, təsdiqlənmədiyi üçün hələ də sual işarələri mənim üçün vardır, amma insanların etiqadına, dini baxışlarına və ümumi yanaşmalarına hər zaman hörmətlə, sayğı ilə yanaşılmalıdır və əgər gerçəkdən də istefa mədəniyyəti varsa, lazımi məqamda, lazımi situasiyada da bunlar edilməlidir deyə düşünürəm dəyərli izləyicilər.